Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Gəlin Matta 5-ci fəsil 3-dən 7-ci ayəcən olan bəxtiyarlıq qaydalarını oxuyaq. Nə bəxtiyardır ruhən yoxsullar, çünki səmavi padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar, çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər, çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salihlik üçün acıb susayanlar, çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək. Daha əvvəl dediyim kimi, Həvari Matta müjdəsində Məsihi padşah kimi təqdim edir. Və bəxtiyarlıq qaydaları padşahın onun padşahlığı haqqında olan həqiqətlərin təqdimatıdır. Beləliklə, bu padşahlığın ruhani xüsusiyyətləridir. O, onun padşahlığında, onunla birlikdə olacaq insanların xüsusiyyətlərin təsviridir. Və biz 7-ci ayədə yazılan 5-ci bəxtiyarlıq qaydasına gəlib çatdıq. Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək. Mərhəmət də Allahın padşahlığında olacaq insanların daha bir xüsusiyyətidir. Yəni, mərhəmətli olmaq. Ümumiyyətlə, mərhəmət sözün mənası nədir? Mən bir neçə lüğətdən baxdım onun mənasına. Yazılıb ki, mərhəmət bu xeyirxahlıq, lütfkarlıq, bağışlamaqdır. Borcdan irəli gəlməyən, azad iradə ilə göstərilən hədiyyə və ya xeyirxah əməldir. İkinci açıqlamada, mərhəmət xidmətə görə verilən mükafat və ya hüquqi öhdəlik deyil. Əksinə, xoş münasibətin, rəhimliyin və bağışlamanın azad şəkildə ifadəsidir. Bəziləri bu ayəni bumerang qanunu adlandırırlar. Bumerang bilirsiniz də, onu atırsan, fırlanıb tezdən sənə qayıdır. O mənada ki, yəni insanlara necə davranacaqsansa, səninlə də elə davranılacaq. Amma mən şəxsən bununla heç də razı deyim. Gəlin fikirləşək, niyə? Burada konkret yazılmayıb ki, əgər siz hamıya mərhəmətli olsanız, onda hamı da sizə mərhəmətli olacaq. Çünki bu belə işləmir. Bu egoist və rəqabətçi cəmiyyətdə bu mümkün deyil. Adətən, yaxşılığa cavab olaraq ya pisliklə qarşılaşırıq, ya ən yaxşı halda biganəliklə. Nadir hallarda yaxşılığa yaxşılıqla cavab verilir. Amma məncə bu insan üçün normaldır. Çünki adi günahkar insanın bu adi bir xüsusiyyətidir. Şəxsən öz həyatımda mən bunu çox görmüşəm. Və əgər nadir hallarda yaxşılığa qarşı yaxşılıq görəndə mən əslində çox təəccüblənmişəm. Amma mən yaxşılıq edərkən qarşılıq gözləmirəm. Onsuz yəni qarşılıq almaq ehtimalı çox azdır. Əgər möcüzə baş verərsə və qarşılıq görərəmsə, yəni Allaha şükür olsun. Amma bu heç vaxt məqsəd olmayıb. Yəni yaxşılıq edim ki, yaxşılıq alım. Çox vaxt insanlar biri-birindən istifadə edirlər. Şəxsən həyatımdakı praktikadan görürəm ki, insanlar adətən mənə ehtiyacları olanda məni yada salırlar. Falan şey edə bilərsən, ya nədəsə köməkli lazımdır, ya nəyisə həll eləmək lazımdır. Əslində bu yaxşıdır, yəni hamıya faydalı olmaq. Və mən şadam ki, yəni kiməsə köməkli edə bilərəm. İnsanların pis günlərində, problem olanda, çətinlik olanda mənə yada salır. Amma yaxşı günlərdə, çox nadir hallarda mən yada düşürəm. Amma məncə bu da adi bir şeydir. Çünki bu təkcə məndə yox, yəni başqa insanların da həyatında bunun belə olduğunu mən görmüşəm. Amma bu o demək deyil ki, biz yaxşılıq etməməliyik, ya mərhəmət göstərməməliyik. Mərhəmət qarşılıqlıq üçün edilmir, qazanılmır. Yəni, qarşılıq gözləyərək
mərhəmət göstərmək mümkün deyil. Çünki bunlar biri-birinə əksdir. Yəni ki, hamınız bu məşhur məsələ eşitmişsiniz. Bir qadının oğlunu cinayətə görə məhkum edirlər və ana məhkəməyə gəlir və başlayır hakimə yalvarmağa. Hörmətli hakim, xahiş edirəm, oğluma mərhəmət edin. O cavandır, səhv edib. Amma səhvini başa düşüb. O ailəmdən qalan yeganə insandır. Məni o dolandırır və onsuz mən də yaşaya bilməyəcəm. Xahiş edirəm, ona mərhəmət edin. Hakim isə ona cavab verir. Axı o cinayət törədib və cəzaya layiqdir. O mərhəməti qazanmayıb. Ana isə cavab verdi. Hörmətli hakim, amma mərhəmət qazanılmır. Mərhəmət bağışlanır. Yəni, mərhəməti qazanmaq mümkün deyil. Onda bu mərhəmət yox, mükafat olacaq. Biz mərhəmət göstərməliyik, bağışlamalıyıq və yaxşılıq etməliyik, hətta layiq olmadan və cavab gözləmədən. Hətta sənə desələr ki, səni istifadə edirlər. Hətta sənin haqqında düşünsələr ki, sən sadəlövsən, heç nə başa düşmürsən, heç nə görmürsən və səni asanlıqla aldatmaq olar. Amma sən yenə də hər şeyi Rəbb üçün edirmiş kimi et. Xüsusilə də bunu Rəbb üçün, onun izzəti və onun işi naminə edirsənsə. Sən qarşılıq gözləməməlisən. Efeslər 2:10-da yazılıb. Çünki biz Allahın yaratdığı əsərlərik. Əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsa'da yaradıldıq. Biz yaxşı işlər üçün çağırılmışıq. Araşdırdığımız bu ayədə bumeran qanunundan söhbət getmədiyini göstərən ən yaxşı nümunə bu Rəbbimiz İsa Məsihdir. İsa Məsih dünyaya gəldi və yer üzündə yaşamış ən mərhəmətli şəxs idi. O heç kimə pislik etmədi. O xəstələrə əl uzadıb onlara sağaltdı. O hətta ölüləri diriltdi. Şikəstlərə toxundu və onlar yeridi. İsa Məsih körlərin gözlərini açdı, lalların dillərini açdı. O hətta pozğun və vergi yığanları xilas etdi. Yaslı olanlarla o birlikdə ağladı. Tənha olanlarla məhəbbət göstərdi. Hətta o balaca uşaqlara da öz sevgisini göstərdi. O, yer üzündə yaşamış ən mərhəmətli şəxs idi İsa Məsih. Amma insanlar onun ölümünü tələb etdilər. Onu çarmıxa çəkdilər. Əgər mərhəmətin bu dünyada qarşılığı olsaydı, onda onlar yer üzündə yaşamış ən mərhəmətli şəxsi çarmıxa çəkməzdilər. Ona tüpürüb söyməzdilər. İnsanlara mərhəmət göstərən, dünyada ən mərhəmətli şəxs insanlardan heç bir mərhəmət görmədi. Deməli, buradakı sözü gedən mərhəmət bu insan keyfiyyəti deyil. Və sonda mərhəmət kimin keyfiyyətidir? Daniel 9:9-da deyilir ki, mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur. Mərhəmətlik Allahın xəssiyyətidir. Titus 3:5-də deyilir ki, Rəbb öz mərhəmətinə görə bizi xilas etdi. Mərhəmət həm də bizim xilasın bir səbəbidir. Məhz Allahın mərhəməti onun bizi xilas etməsinə imkan verir. Bəs Allah niyə mərhəmət göstərdi? O, bunu bizə olan böyük məhəbbətinə görə etdi. Efeslərə 2-ci fəsil 4-5-də yazılıb. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi.
onun lütfu ilə xilas oldunuz. Amin. Amma insanlar deyə bilərlər ki, əgər Allah ədalətli Allahdırsa, o necə həm də mərhəmətli ola bilər? Gəlin fikirləşək. Əgər Allah ədalətli, müqəddəs və salih Allahdırsa, o ədaləti sadəcə kənara qoya bilərmi? Xeyr. Bəs o günahkar insana belə deyə bilərmi ki, mən bilirəm ki, sən günahkarsan və pis işlər görmüsən. Amma mən səni çox sevirəm və mərhəmətliyəm. Ona görə də səni bağışlayıram. O bunu edə bilərmi? Bəli, edə bilər. Bilirsiniz niyə? Çünki o insan surətində dünyaya gəldi və çarmıxda öldü. Və Məsihin çarmıxdakı ölümü ilə ədalət təmin olundu. Allah demişdi ki, qan tökülmədən günahların bağışlanması olmaz. Və həmçinin kamil bir qurban lazımdır ki, dünyanın günahını öz üzərinə götürsün. Və Məsih həmin qurban oldu. Və beləliklə ədalət yerinə yetirildi. Və niyə bu mərhəmətdir? Çünki Rəbb özü bizim əvəzimizə, öz mərhəmətinə görə bizim günahlarımızın əvəzini ödədi. Və beləliklə mərhəmət ədaləti pozmur. Yaqub 2:13-də yazılıb, mərhəmət mühakiməyə qalib gəlir. Amma Allah insanı yalnız həqiqəti qəbul etdikdə bağışlayır. Yalnız Məsihin qurbanını qəbul etdikdə. Ancaq xilası imanla qəbul etdikdə. Əgər oğlum mənə yaxınlaşıb desə ki, papa mən səhv etmişəm, məni bağışla, mən əlbəttə ki ona mərhəmət edəcəm və bağışlayacağam. Amma əgər uşaq yalan danışırsa və etdiyini etiraf etmirsə, onda mərhəmət yox, cəzalanmalıdır. Ancaq həqiqət qəbul ediləndə mərhəmət və bağışlanma olur. Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək. Biz bu nəticəyə gəldik ki, burada ikinci cümlədə Allah haqqında deyilir. Allah bizə mərhəmət göstərəcək. Burada insandan söz getmir. Yəni, mərhəmətli olanlara Allah mərhəmət edəcək. Amma burada çox vacib bir məsələ var. Bəziləri düşünür ki, mərhəmət işləri ilə xilası qazanmaq olur. Amma xilası qazanmaq mümkün deyil. Onlar hesab edirlər ki, mərhəmətli işlər görsələr, xeyirxahlıq etsələr, hətta özlərini yoxsullara və ehtiyacı olanlara həsr etsələr, o zaman xilası qazanacaqlar. Xeyr. Xilas bu Rəbbin bizə göstərdiyi mərhəmətdir. Və mərhəmət qazanılmır. Mərhəmət ancaq qazanılmadıqda olunur. Əks halda bu artıq mərhəmət olmazdı. Mən hər dəfə deyirəm ki, bəxtərilik qaydaları bu qanun deyil. Bu diri imanın bəhrələridir. Beləliklə, mərhəməti qazanmaq mümkün deyil. Sən ancaq mükafat qazana bilərsən. Mərhəməti yox. Bunun mahiyyətini Matta 18-ci fəsil 23-dən 35-əcən yazılan Məsihin danışdığı məsələdə görürük. Gəlin onu oxuyaq. Ona görə də səmavi padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına 10.000 talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şey olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin.
Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: "Səbr et, mən hamısını ödəyəcəm." Ağasının o qula rəhmi gəldi. Onu buraxdı və borcunu bağışladı. Amma o qul kənara çıxıb ona 100 dinar borcu olan bir yoldaşını tapdı. Onu yaxaladı və borcunu ödə deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona səbr et, borcunu ödəyəcəyim deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər. Onda ağa o qulu yanına çağırıb dedi: "Ey pis qul, bütün o borcu sənə bağışladım çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?" Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, səmavi atam da sizə elə edər. Bu məsələnin mənası nədir? Burada ağa Allahdır. O öz qullarına mərhəmət təklif edir. Amma sözü gedən bu qul mərhəməti əsl mənada qəbul etməyib. Çünki o heç vaxt günahını etiraf etməyib, mərhəmətin dəyərini anlamayıb. O ona təklif olunan xilası həqiqətən qəbul etməyib. Ona mərhəmət edildikdən sonra o özü də mərhəmət göstərmək üçün fürsət aldı. Amma o nə etdi? O ona borclu olanı, hətta ona daha da az borclu olanı boğmağa başladı və onu zindana saldı. Rəbbimiz bu məsələlə bunu demək istəyir ki, mərhəmət göstərməyənlər əslində heç vaxt mərhəməti almadıqlarını sübut edirlər. Və əksinə burada deyir ki, əgər siz mərhəmət göstərirsinizsə, bununla siz mərhəmət aldığınızı sübut edirsiniz. Məsələnin mənası budur. Həmin adamda əsl mərhəmət yox idi. Buna görə də o həmin mərhəmətlə bölüşə bilməzdi. Amma mərhəmət alan şəxs onu başqaları ilə bölüşür və təkrar mərhəmət alır. Rəbb deyir ki, mərhəmət alan mərhəmətli olur və bağışlanan kəs özü də bağışlayır. Burada deyilən budur. Əgər siz mərhəmətli bir insansınızsa, bunun səbəbi sizin də mərhəmət almağınızdır. Və Allah sizə daha da çox mərhəmət bəxş edir. Və mərhəmətli Allahdan mərhəmət alanlara Allah yenə də mərhəmət verməyə davam edir. Çünki mərhəmət tükənmir. Həyatınızı yoxlayın. Siz mərhəmətlisinizmi? Əgər mərhəmətli deyilsinizsə, ola bilsin ki, siz heç imanlı da deyilsiniz. Çünki mərhəmət alanlar mərhəmət göstərir. Və Allahdan mərhəmət almağa davam edir. Əgər biz mərhəmət almışıqsa, necə ola bilər ki, biz mərhəmətsiz olaq? Biz günahkar insanlarıq. Əslində biz nəyə layiqik? Yalnız ölümə. Özümüz Allahın mərhəmətinə bu qədər ehtiyacımız olduğu halda başqasına qarşı necə mərhəmətsiz ola bilərik? Bəs mərhəmətin mənbəyi kimdir? Əlbəttə ki, Allah. Allah mərhəmətin qaynağıdır. O Allahın bir hədiyyəsidir. Mərhəmət normal bir insani keyfiyyət deyil.
Siz özünüzdə bunu heç vaxt yarada bilməzsiniz. Siz özünüz Allahsız bunu bacarmarsınız. Çünki bu insan xüsusiyyəti deyil. Amma siz mənə deyə bilərsiniz ki, bəs o qədər yaxşılıq edən adamlar var. İmanlı ya imansız fərq etmir. Bəzi hətta imansız adamlar çoxlu yaxşı işlər görürlər. Mən tam razıyam. Yaxşı işlər görən adamlar var. Amma yaxşı əməllər həmişə mərhəmət deyil. Amma bizim mövzumuz mərhəmət. Sən yaxşı əməlin əvəzində nəsə gözləyirsənsə, fərq etməz maddi ya mənəvi, bu artıq mərhəmət deyil. Çünki mərhəmət qarşılıqlıq üçün edilmir. Keçən dəfə bura metro ilə gəlmişdim, Nizam metrosundan, stansiyasından çıxanda və orada divarlarda bilirsiniz Nizami Gəncəvinin şeirlərindən qısa statlar yazılıb və təsadüfən birini oxudum, yazılıb ki, yaxşılıq etməsən əgər insana böyüklük şərəfi verilməz sənə. Və onun davamı belədir, yaxşılıq eyləyib qorx yamanlıqdan, yaxşılıq gətirər, yaxşılıq hər an. Bilirsiniz, bu dünyavi insani bir filosofiyadır ki, çox insanlar da elə belə fikirləşirlər. Yəni, yaxşılıq qarşısında sən nəsə alacaqsan, almalısan. Bu, şeirdə deyildiyi kimi, yaxşılıq elədikdə sən insanlardan böyüklük şərəf alacaqsan. Ya da əvəzində qarşılıq olaraq yaxşılıq alacaqsan. İnsanlar yaxşılıq etdikdə onun əvəzini gözləyirlər. Ya maddi, ya mənəvi. Kimsə yaxşılıq edir ki, ya ona, ya onun atasına rəhmət oxuyacaqlar. Ya ona hörmət və şərəf göstərəcəklər. Ya Allah qarşısında hansısa hallar qazanacaqlar. Əslində, bu insan üçün normal fikirlərdir, amma bu mərhəmət deyil. Çünki mərhəmət edən qarşılıq gözləmir. Yəni, ona görə deyirəm ki, mərhəmət bu insan xüsusiyyəti deyil. Mərhəmətin mənbəyi yalnız Allahdır. Mərhəmətli bir insan olmağın yeganə yolu ürəyində Allah tərəfindən verilən mərhəmətə sahib olmaqdır. Və Allahın verdiyi bu mərhəmətə sahib olmağın yeganə yolu isə Məsih vasitəsilə verilən Allahın salihliyinə malik olmaqdır. Mərhəmət bu müqəddəs ruhun bəhrəsidir. Əgər sənin diri imanın varsa, əgər ürəyində müqəddəs ruh varsa, o zaman mərhəmətin də olacaq. Və sən bu mərhəməti başqalarına da göstərəcəksən. Bu, sənin öz bacarığın deyil. Ancaq Rəbb sənə bu xüsusiyyəti verir. Rəbb Luka 6:36-da deyir, atanız mərhəmətli olduğu kimi, siz də mərhəmətli olun. Beləliklə, mərhəmətin mənbəyi Allahdır. Yalnız Allah bizə mərhəmətli ürək verə bilər. Və Allah bizi ondan aldığımız bu mərhəməti başqaları ilə bölüşməyə çağırır. Bəs biz necə mərhəmət göstərə bilərik? Misal üçün, biz mərhəməti fiziki olaraq göstərə bilərik. Rəbb tez-tez özünü kasıb və ehtiyac içində olanlarla eyniləşdirirdi. Və Rəbb Zeytun dağındakı vəzində belə demişdi. Bir gün qiyamət gəldiyində mən sizə deyəcəyim, bilirsiniz nə üçün mənim padşahlığıma daxil olmayacaqsınız? Çünki ac idim, mənə yemək vermədiniz. Susamışdım, mənə su vermədiniz. Qərib idim, məni qəbul etmədiniz. Çılpaq idim, məni geyindirmədiniz. Xəstə və zindanda idim, qayğımı
çəkmədiniz. İnsanlar isə deyəcək ki, biz axı səni heç vaxt bu halda görməmişik. Və Rəbb onlara belə cavab verəcək. Siz bunu ən kiçik qardaşlarımdan birinə etmədiyinizi mənə etməmiş oldunuz. Fiziki olaraq mərhəmət göstərməyin bir çox yolları var. Kasıblara maddi yardım göstərməklə, ac olana yemək verməklə, geyimsiz olana geyim verməklə, yəni insanlara qayğı göstərməklə. Bəs başqa necə mərhəmət göstərmək olar? Əgər kimsə sizi incidirsə, mərhəmətli olun. Əgər kimsə sizə qarşı pislik edərsə, mərhəmətli olun. Əgər kimsə səhv edərsə və ya düzgün düşünməzsə, yenə də mərhəmətli olun. Rəhimli olun, bağışlayın, anlayış göstərin. Bilirəm, bu çətindir və hər zaman alınmır. Amma Rəbblə hər şey mümkündür. Qardaşlarının Yusifə etdiyi haqsızlıqdan sonra onu qardaşlarını qəbul etməyə və onların ehtiyaclarını ödəməyə sövq edən mərhəmət idi. Bacısı Miryam Musaya qarşı çıxanda və Rəbb onu cüzamla cəzalandıranda Musa öz mərhəmətinə görə Rəbbə dua etdi ki, onu sağaltsın. Davudun mərhəməti onu Şaulu bağışlamağa sövq etdi. Mərhəmətli insan başqasının halına acıyır. O bağışlayır, o rəhimli olur, o sevir. Mərhəmət heç vaxt kin saxlamır. O heç vaxt əvəz çıxmır. Heç vaxt intiqam almır. O heç vaxt kiminsə zəifliyini üzə çıxartmır. Kiminsə uğursuzluğundan heç vaxt mənfəət güdmür. Kiminsə günahın ona xatırlatmır. Əgər mən bir imanlı kimi mərhəməti görmüşəmsə, onu dadmışamsa və hər gün Allahın bağışlanmasını və mərhəmətini yaşayıramsa, necə ola bilər ki, həmin mərhəməti mən başqasına göstərməyim? Fariseylər daşqalaq edib Stefanı öldürəndə o deyirdi: Ya Rəbb, bunu onlara günah sayma. Təsəvvür edirsiniz, onu öldürənlərin o ruhuna görə narahat idi. Məsih isə çarmıxda olanda belə deyirdi: Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər. Baxın, əsl mərhəmət budur. Biz də insanlara mərhəmət göstərməliyik. Onlara Rəbbin mərhəmət yolunu göstərməliyik. 2 Timotey 2:25-də deyilir: Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. İnsanlar müjdəni eşitməlidirlər. Kiməsə müjdə edərkən siz onun üçün ən mərhəmətli iş görürsünüz. Onlara xoş xəbəri verirsiniz. İnsanlara xilasın yolunu göstərmək onlar üçün mərhəmət etməkdir. Və biz insanlar üçün dua edərkən də onlara mərhəmətlə qayğı göstərir. Allahı tanımayanların xilası üçün və günahda yaşayan yaxınlarınız üçün edilən dua da mərhəmətin göstəricisidir. Siz yaxınlarınız üçün dua edirsinizmi? Siz xilas olmayanlar üçün dua edirsinizmi? Allahdan uzaqlaşanlar üçün dua edirsinizmi? Onlar üçün dua etmək də bu mərhəmətdir. Beləliklə, siz qarşılıq gözləmədən insanlara qarşı rəhimli olaraq, onlara kömək edərək, onlar üçün dua edərək və müjdə edərək mərhəmətli ola bilərsiniz.
Rəbb bizi mərhəmətli olmağa çağırır. Qoy Rəbb hər birimizi bu qəddar dünyada mərhəmətli olmağı öyrətsin. Amin.